Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ramiz Mehdiyevin qruplaşmasında yer alan məşhur xanımlar kimlərdir? Yeni detallar. Məlahət İbrahim qızı, Milli Məclisin deputatıdır. O, haqqında yayılan xəbərlərə sərt reaksiya verib. O, Musavat.com-nun canlı efirinə qoşularaq onun Ramiz Mehdiyevin zamanında komandasında olmasına sərt reaksiya verib. Mən Ramiz Mehdiyevin komandasında olmamışam. Rəbiyyət Aslanova, Milli Məclisin 2-ci, 3-cü və 4-cü çağırış deputatı olub. Onun oğlu Elnur Aslanov prezident administrasiyasında Ramiz Mehdiyevin köməkçisi işləyib. Rəbiyyət Aslanova yerli mediaya Ramiz Mehdiyevin həbsi fonunda bu açıqlamanı verib. Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Agiyə Naxçıvanlı, 2015-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının parlament seçkisində Milli Məclisin deputatı seçilib. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri olub. Məlumata görə, Agiyə Naxçıvanlı Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə də sıx əlaqələri olub.